Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun döyüldüyü bildirilir. Xəbər verilir ki, bu iddia ilə kollecin tarix müəllimi Gələndər Muxtarlı çıxış edib. Tarix müəllimi direktorla bağlı sensasiyon iddialar səsləndirib. Gələndər Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə Şəhriyar Laçınov kolleci cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə çevirib. Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə 2 kəsrə görə 1450 manat pul ödətdirdiyini də vurğulayıb. Gələndər Muxtarlı bildirib ki, bir semestrdə 1000-ə yaxın kəsr əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.